Salamlar, vaxtınız xeyirli olsun. Cəlil Şirəli evin test toplusu xəritə və qlobus mövzusuna başlayırıq. Sual 1. Coğrafi koordinatları 10 dərəcə şimal enliyi və 75 dərəcə şərq uzunluğu olan A məntəqəsinin Bakıdan hansı istiqamətdə və Bakının A məntəqəsindən hansı azimutda yerləşdiyini müəyyən edin. İlk öncə Bakının coğrafi koordinatlarını qeyd edək. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. 40 dərəcə şimal dairəsində. Bura Bakı. Digər məntəqənin coğrafi koordinatları 10 dərəcə şimal enliyi. Onu da qeyd edək. 10 dərəcə şimal enliyi, 75 dərəcə şərq uzunluğu. 75 dərəcə şərq uzunluğu. Deməli, digər də burada yerləşir. Bura A məntəqəsi. Deməli, indi nə deyir? A məntəqəsinin Bakıdan hansı istiqamətdə? Baxaq görək hansı istiqamətdə bu? Cənubi şərq istiqaməti. Və Bakının A məntəqəsindən hansı azimutda yerləşdiyini. Bakı A məntəqəsindən hansı azimutda yerləşir? 315 dərəcə təbii ki. 315 dərəcə. Variantlara baxırıq. Cənub-şərq 315. Birin doğru cavabı B variantıdır. Sual 2. Xəritələrin əhəmiyyətinə aid etmək olması. A. Müxtəlif məntəqələr arasındakı həqiqi məsafəni hesablamaq. Bəli, aiddir. B. Hava proqnozunun verilməsi də həmçinin aiddir. C. Faydalı qazıntıların axtarışı və meliorasiya işlərinin aparılması aiddir. D. Tikinti layihələrinin istifadə edilməsi də aiddir. Y. Əraziləri təhrifsiz təsvir etmək. Bu doğru cavab deyil. Çünki biz bilirik ki, xəritələr təhrifli təsvirdir. Ona görə Y variantı səhvdir. Yəni, xəritələrin əhəmiyyətinə aid deyil bu. 2-də cavab olacaq Y variantı. Üçüncü suala baxırıq. Kompleks və ümumi coğrafi xəritələrin oxşar cəhətlərini seçin. 1. Bütün coğrafi komponentlər eyni dərəcədə təsvir edilir. Bu, yalnız ümumi coğrafi xəritələrə aiddir. 2. Meridian və paralellərdən istifadə edilir. Bəli, hər ikisində də istifadə edilir. 2-ni götürəcəyik. 3. Bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent təsvir edilir. Bu, kompleks xəritələrə aiddir. 4. Müstəvi üzərində şərti işarəli təsvirdir. Bu, hər ikisinə aiddir. 5. Yalnız siyasi xəritələrin təsvirində istifadə edilir. Bu, səhvdir. 6. Ərazinin kiçildilmiş təsviridir. Bəli, bu da hər ikisinə aiddir. 2, 4, 6 doğru cavablardır. 3-ün doğru cavabı C variantıdır. 4-cü suala baxırıq. Topoqrafik planın miqyası nə qədər olmalıdır? A. 1/1 milyondan böyük, xeyr. B. 1/1 milyondan, yox, daha doğrusu 1/100 min ilə 1/1 milyon arası, xeyr, bu cavab da doğru deyil. C. 1/2 mindən böyük. Bəli, topoqrafik planın miqyası 1/2 mindən böyük olmalıdır. Doğru cavab C variantıdır. Digərlərinə də baxmağa ehtiyac yoxdur. Sual 5-ə baxaq. Divarda eyni sahə tutan xəritələrdə generalizasiyanın artma ardıcıllığını müəyyən edin deyir. Generalizasiyanın artma ardıcıllığı sahənin artımına görə olacaq. Yəni, sahəsi ən kiçik olan ərazi, təbii ki, ərazidə generalizasiya daha az olacaq. Çünki eyni xəritədə. Xəritələrin sahəsi eynidir. İndi necə olacaq? Bu, verilən ərazilərdən ən kiçiyi hansıdır, onu seçəcəyik. Baxırıq ki, verilən ərazilərdən ən kiçiyi Vatikanın xəritəsi olacaq. Sahəsi ən kiçik ölkə Vatikandır burada. Deməli, 3-ü birinci qeyd edəcəyik. Vatikandan böyük hara var? Azərbaycan. Azərbaycanın xəritəsi. Sahəcə böyük. Sahənin artımına görə düzürük. Sonra Avropanın xəritəsi. Daha sonra Afrikanın xəritəsi. Getdikcə sahə artır.
Asiyanın xəritəsi ən sonda olacaq. Bu da generalizasiyanın artma ardıcıllığıdır. 3, 4, 5, 1, 2 doğru cavab 5-də A variantıdır. Sual 6. Uyğunluğu müəyyən edin deyir. Kompleks xəritə, ümumi coğrafi xəritə, tematik xəritə. Kompleks xəritə nə idi? Bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent təsvir edilirdi bu tip xəritələrdə. Ümumi coğrafi xəritələrdə isə bütün coğrafi komponentlər eyni dərəcədə təsvir edilir. Tematik xəritə nədir? Bəs tematik xəritələrdə hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. İndi baxaq, Azərbaycanın torpaq xəritəsi, bəli. Bu tematik xəritəyə aiddir. Çünki torpaq xəritəsində bir mövzu, yəni torpaq mövzusu daha müfəssəl təsvir olunur. A aid olacaq 3-ə. B. Avropanın sinoptik xəritəsi. Bu kompleks xəritəyə aiddir. Deməli, B aiddir 1-ə. Sonra Azərbaycanın iqlim xəritəsi. Bu da tematik xəritədir. Çünki yenə bir mövzu iqlim daha müfəssəl təsvir olunur bu xəritələrdə. C aid olacaq 3-ə. D. Azərbaycanın ümumi coğrafi xəritəsi adından da məlum olduğu üzrə ümumi coğrafi xəritələrə aiddir. Azərbaycanın bitki və heyvanat aləmi xəritəsi də təbii ki, kompleks xəritədir. Çünki bir-biri ilə bayaq dedik, qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir edilir. Burada da bitki və heyvanat aləmi təsvir edilib. Deməli, 1-ə B-yi, 2-yə D, 3-ə A-si, doğru cavab 6-da A variantıdır. Sual 7. ABCD məntəqələri Bakıdan eyni məsafədə, lakin müxtəlif azimutlarda yerləşir. Gəlin birinci Bakının coğrafi koordinatlarını qeyd edək. Bakı deməli 50 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal dairəsində yerləşir. İndi nə deyir? Bakıdan A 45 dərəcəlik azimutda. Bura A'dır. 45 dərəcəlik azimut. B 135 dərəcəlik azimutda. Eyni məsafədə həm də. Burada B'dir. C 225. Burada C. D isə 315. Burada D. Verilənlərə əsasən hansı fikir doğru deyil? Baxaq. A. C və B məntəqələrində qış gündönümü günündə gecənin uzunluğu bərabərdir. Bəli, bu doğrudur. Çünki C və B eyni enlikdə yerləşdiyi üçün gecənin uzunluğu qış gündönümündə bərabər olacaq. B. A və B məntəqələri ilə Qreenwich meridianı arasındakı məsafə fərqlidir. Baxaq. A-dan Qreenwichə qədər, Qreenwich buradan çəkək, Qreenwich 0 dərəcə. Deməli, A-dan Qreenwichə qədər olan məsafə B-dən Qreenwichə qədər olan məsafədən fərqlidir. Niyə görə? Çünki A və B Bakıdan eyni məsafədə yerləşirlər. Ona görə dərəcələri fərqli olacaq. Çünki Bakı 40 dərəcə şimal enliyində yerləşdiyi üçün B ilə A-nın dərəcələri fərqli olacaq. Yəni A yuxarı enliklərdə yerləşəcək, B isə 40 dərəcədən aşağı olacaq. Ona görə məsafə fərqli olacaq. Çünki B-nin yerləşdiyi enlik uzunluğu, B-nin yerləşdiyi enliyin uzunluğu A-nın yerləşdiyi enliyin uzunluğundan daha uzun olacaq. Ona görə də məsafə fərqli olacaq. C. B və A məntəqələrinin yerli vaxtı Bakı şəhərindən irəlidir. Bəli, B və A Bakıya nəzərən şərqdə yerləşdikləri üçün yerli vaxtda Bakıdan irəlidirlər.
D-yə baxırıq. C və B məntəqələri müxtəlif enliklərdə yerləşirlər. Baxaq. C və B eyni enlikdə yerləşir, müxtəlif enlikdə yerləşmirlər. Deməli, D doğru cavab deyil. Bizdən də doğru olmayan fikri soruşurdu. 7-nin doğru cavabı D variantıdır. Y-yə də baxaq. D və C məntəqələrinin London şəhəri ilə dərəcə fərqi eynidir. D və C məntəqələrinin, bəli, London 0 uzunluqda yerləşir. Aralarındakı dərəcə fərqi eynidir. Çünki D və C eyni uzunluqda yerləşirlər. Y-də doğru fikirdir. 7-nin doğru cavabı dedik, D variantıdır. Keçdik 8-ci suala. Coğrafi koordinatları 60 dərəcə şimal enliyi və 60 dərəcə şərq uzunluğu olan A məntəqəsi ilə coğrafi koordinatları 60 dərəcə şimal enliyi, 120 dərəcə qərb uzunluğu olan B məntəqəsi arasındakı ən qısa məsafə neçə kilometrdir? Bunu qeyd edək. Deməli, A məntəqəsinin coğrafi koordinatları 60 şimal enliyi, 60 şərq uzunluğu, B məntəqəsinin coğrafi koordinatları 60 şimal enliyi, 120 qərb uzunluğu. Bura A-dır, burada B-dir, 120 qərb uzunluğu. Deməli, aralarında 180 dərəcə uzunluq fərqi var, yəni əks meridianlardadır. İndi nə deyir bizdən? Aralarındakı ən qısa məsafəni soruşur. Biz demişdik ki, əks meridianlar, əgər məntəqələr əks meridianlarda yerləşirsə, onlar arasındakı ən qısa məsafə qütbdən keçməklə olan məsafədir. Yəni, biz qütbdən keçəcəyik bu məsafəni tapmaq üçün. Deməli, 60 şimal enliyində yerləşirsə, B-dən qütb dairə, daha doğrusu qütbə qədər, şimal qütbünə qədər olan məsafə 30 dərəcədir. Şimal qütbündən A-ya qədər olan məsafə də yenə 30 dərəcədir. 30 üstə 30, deməli 60 dərəcəlik yol getməliyik. Və meridian üzrə hərəkət etdiyimiz üçün 60 dərəcəni vurmalıyıq 111-ə. O da edəcək 6660 kilometr. Deməli, ən qısa məsafə budur. Qütbdən keçməklə olan məsafə 8-in doğru cavabı B variantıdır. Keçdik 9-cu suala. Yenə coğrafi koordinatlarını verib, gəlin bunu da çəkək. Oxumamış çəkək. Elə A 70 dərəcə şimal enliyi, 70 dərəcə şimal enliyi, 110 dərəcə qərb uzunluğu, 110 dərəcə, bu oldu A. B 70 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu. B də buradadır. 30 dərəcə qərb uzunluğu. Deməli, ən qısa məsafənin neçə kilometr olduğunu soruşur. Bu 10-cu sualdır. 9-cu sualı ötürdük, yoxsa? Bircə dəqiqə. 10 eləyək, sonra qaydarıq 9-a. Düz yazdıq, koordinatları 70 dərəcə şimal enliyi, yox. Düz yazmamışam. Gəlin onu da 9-dan davam eləyək. Demək 70 dərəcə bircə dəqiqə düzəliş eləyək. Onda A 70 dərəcə şimal enliyindədirsə, düzdür, 110 dərəcə qərb uzunluğu. B 70 dərəcə şimal enliyi, 70 dərəcə şərq uzunluğu. Nəysə, buranı belə eləyək. 70 dərəcə şərq uzunluğu. Yenə aralarında baxırıq. 180 dərəcə fərq var. Yenə ən qısa məsafə qütbdən keçməklə olan məsafə olacaq. A-dan şimal qütbünə qədər 20 dərəcə. B-dən də şimal qütbündən də B-yə qədər olan, B artıq buradadır. Şimal qütbündən də B-yə qədər olan məsafə 20 dərəcədir. 20 üstə 20, 40. 40-ı da vurmalıyıq 111-ə. Edər 4440 kilometr.
Deməli, ən qısa məsafə bu olacaq 9-cu sualda. 9-un doğru cavabı C idi. İndi artıq 10-u edə bilərik. İndi ona baxaq. Mən coğrafi koordinatları çəkdim, tez olsun deyə. Deməli, baxırıq. A yerləşir 10 dərəcə şərq uzunluğunda, B yerləşir 30 dərəcə qərb uzunluğunda. Bunlar əks meridianlara yerləşmirlər. Ona görə də ən qısa məsafə qütbdən keçməklə olmayacaq. Biz paralel üzrə hesablama işləri aparmalıyıq. Paralel üzrə hesablama işi aparanda biz nə edirdik? Müxtəlif əgər yarımkürələrdədirsə məntəqələr toplayırdıq. 30-un üstünə 10 gələndə edir 40 dərəcə. 40 dərəcə. Aralarında 40 dərəcə fərq var. Və biz paralel üzrə hərəkət etdiyimiz üçün 40 dərəcəni vuracaq 70 dərəcəlik şimal enliyində 1 dərəcəlik paralel qövsünün uzunluğuna və 70 dərəcədə 1 dərəcəlik paralel qövsünün uzunluğu 38,2-dir. Yəni 40-ı vuracaq 38,2-yə kilometr bərabərdir 1528 kilometr. Cavablara baxsaq, onun doğru cavabı B variantı. Bu videoluk bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.